Salam, hər vaxtınız xeyir olsun. Bitkiçilikdə və heyvandarlıqda istifadə olunan müasir seleksiya metodları. 1. Miçurин tərəfindən hansı bitkilərin çarpazlaşdırılması nəticəsində qış beresi armud sortu alınmışdır? Bilirik ki, qış beresi Yabanus Syria armudu ilə Beri royalın çarpazlaşdırılmasından yaranmışdır. Bitki seleksiyasında növlər arası hibridlərdə dövsüzlüyü aradan qaldırmaq üçün təbii ki, bir neçə dəfə xromosomların sayı artırılaraq xromosom sayı poliploid vəziyyətə gətirilir ki, hər bir xromosom öz homoloji xromosomunu tapıb normal qamet əmələ gətirə bilsinlər ki, dövsüzlüyü aradan qaldırsınlar. Metodiki süni seçmənin formaları fərdi və kütləvi olmaqla iki yerə bölünür. Heyvanların əhilləşdirilməsi təbii seçmənin ən çox hansı formasının təsirinin azalmasına səbəb olmuşdur? Kitabda da qeyd olunduğu kimi heyvanların əhilləşdirilməsi, bitkilərin mədənləşdirilməsi təbii seçmənin stabilləşdirici seçmə formasının təsirinin azalmasına səbəb olmuş olacaq. Heyvandarlıqda seleksiyanın birinci mərhələsi heyvanların əhilləşdirilməsidir, bitkiçilikdə isə mədənləşdirilməsidir. Vavilovun irsi dəyişkənlikdə homoloji sıralar qanununda deyilir ki, genetik cəhətdən yaxın olan növlər və cinslər oxşar irsi dəyişkənliklər sırası ilə xarakterizə olunur. Elə doğru variantımız A variantıdır. Bitkilərin seleksiyasında yaxın qohum çarpazlaşmasının tətbiq olunmasının məqsədi təbii ki, onlardakı əlamət seleksiyaçının xoşuna gəlir ki, ona görə yaxın qohum çarpazlaşması aparır ki, həmin əlaməti qoruyub saxlaya bilsin. Yəni, arzu olunan əlamətlərin möhkəmləndirilməsidir. Bitki seleksiyasında növlər arası hibridlərdə dövsüzlüyü aradan qaldırmaq üçün təbii ki, Karpachenko metodundan istifadə olunur ki, bu da xromosom dəstinin bir neçə dəfə artırılmasına uyğun gəlmiş olur. Uzaq hibridləşdirmədə dövsüzlüyün aradan qaldırılması üsullarını öyrənən alim bunu ilk dəfə hansı fəsilədən olan bitkilərdə tətbiq etmiş və istifadə etmişdir. Bilirik ki, dövsüzlüyü aradan qaldırmış alim Karpachenko'dur. Karpachenko xaçişəkillər fəsiləsindən olan turp və kələmi çarpazlaşdırmış, sonra onlardan alınan hibridi poliploid formaya çevirmişdir. Seleksiya zamanı əsasən fərdi seçmə tətbiq edilən bitki hansıdır? Biz fərdi seçmə gördüksə, deməli öz-özünə tozlanan bitki axtarırıq. Öz-özünə tozlanan bitki vələmir bitkisidir. Digərləri isə uyğun deyildir, çünki çarpaz tozlanma ilə gedir. Hansı alim ilk dəfə uzaq hibridləşmə nəticəsində alınan hibridlərin dövsüzlüyünü aradan qaldırmışdır? Burada Karpachenko olacaq. Yenə dediyimiz kimi turp və kələmin hibridini almış və dövsüzlüyü aradan qaldırmaq üçün 2N xromosom dərcisini 4N-ə qaldırmışdır. Çarpazlaşması bioloji uzaq hibridləşməyə aiddir. Belə deyək, təbii ki, müxtəlif fəsilə nümayəndələrini gördükdə artıq digər cavab variantlarına baxmağa ehtiyacımız qalmır. Çünki uzaq hibridləşdirmə, yəni artıq müxtəlif növü də fərqlidir, cinsi də fərqlidir, hələ fəsilələri də fərqlidir. Müxtəlif fəsilə nümayəndələrini də bir-birinə çarpazlaşdırdıqda bu bioloji uzaq hibridləşməyə aid olur. Digərləri isə uzaq hibridləşməyə aid deyildir. Çarpazlaşması bioloji uzaq hibridləşməyə aiddir. Yenə cavab variantlarına göz gəzdiririk ki, görək bayaqki cavab kimi müxtəlif fəsilərin nümayəndələri və yaxud da ki, müxtəlif növlərin nümayəndələri qeyd olunubmu? Buna görə də cavabımız A variantıdır. Müxtəlif növlər arasında, növlərin daxilindən, deməli, növlər arasında, cinslər arasında aparılan çarpazlaşdırma uzaq hibridləşməyə aiddir. İvanov tərəfindən alınmış yüksək məhsuldar heyvan cinsi Ukrayna ağ səhra donuzudur. Askania rambulesi qoyun cinsidir. Bunlar İvanov tərəfindən alınmış yüksək məhsuldar heyvan cinsidir. İvanov tərəfindən alınmış yüksək məhsuldar heyvan cinsi bayaq söylədiyimiz kimi Askania rambulesidir. Kələmlə turpun döllü nəslinin əmələ gəlməsinə mane olur. Döllü nəslinin əmələ gəlməsinə xromosom dəstlərindəki xromosomların fərqli sayı yox, fərqli quruluşu onların
belə deyək, döllü nəsil verməsinə mane ola bilər ki, bu zaman cavab variantımızda müxtəlif ölçü və formanın olmasına görə. Çünki kələmdən qamet olaraq 9 dənə xromosom gəlmiş olur. Turpdan da 9 xromosom gəlmiş olur və bu xromosomlar bir-birlərinin homoloqları deyil. Ona görə də xromosomların başqa-başqa bitkilərə aid olması onların müxtəlif ölçü və formaya malik olmasına gətirib çıxardır ki, ona görə də onlar profaza 1-də konjugasiya edib gen mübadiləsi edə bilmirlər. Seleksiyanın klassik üsulu deyildir. Seleksiyanın klassik üsulları hansılardır? Əvvəlcə onu deyək. Mutagenez, süni seçmə, hibridləşdirmə və poliplodiya seleksiyanın klassik üsulu sayılır. Amma hüceyrə mühəndisliyi klassik üsula aid deyildir. Heyvan seleksiyası metodları nə üçündür? Təbii ki, heyvan seleksiyası ilə məşğul olurqsa, deməli yeni cinslər alınması üçündür. Öz-özünə tozlanan bitkilərdə hansının meydana çıxmasını gözləmək olar. Öz-özünə tozlanan bitkilərdə baxırıq ki, saf xətlərin alınması olacaq. Çünki biz bilirik ki, əgər hər hansı bir əlamət bizə xoşumuza gəlir və onu möhkəmləndirmək istəyiriksə, başqasının genotipi ora qarışmamalıdır. Bu zaman öz-özünə tozlanma aparılır bitkilərdə, heyvanlarda isə yaxın qohum çarpazlaşdırılması aparılmış olur. Uzaq hibridləşdirmə üçün səciyyəvi xüsusiyyətlərdən hansılar həm bitki, həm də heyvanlar üçün ümumi hesab olunmur. Deməli, növ arası hibridlərin əksərən dövsüz olması. Bu fikir hər ikisi üçün də doğrudur. Dövsüzlüyün aradan qaldırılması üçün əksərən poliplodiyadan istifadə olunması. Bu ortaq cəhət hesab olunmur. Biz bilirik ki, əksər bitkilərdə dövsüzlüyü aradan qaldırmaq üçün poliplodiyadan istifadə olunur. Yəni xromosom sayı bir neçə dəfə artırılır. Amma heyvanlardan bir tək bildiyimiz ipək qurdunun poliploid formasını Astaurov almışdır. Amma başqa da yoxdur. Yəni bir dənə odur. Ona görə bu ortaq deyil. İstədiyimiz uzaq hibridləşmədəki heyvanları biz xromosom sayını artırıb da döllü edə bilmərik. Heterozis effekti oxşardır. Növ arası hibridin xromosom dəstində homoloji xromosomların olmaması, bu da doğrudur. Bayaq turp kələm üzərində izah etdim ki, turpun qametindən və kələmin qametindən gələn 9 xromosomlar bir-birlərinə homoloq ola bilmirlər. Çünki onların ölçüləri müxtəlifdir, forması müxtəlifdir. Valideynlərlə müqayisədə hibridlərdə dözümlülük və həyat qabiliyyətinin yüksək olması bu fikir həm bitkilərin uzaq hibridləşməsi, həm də heyvanlara aiddir. Sadalanan alimlərdən hansılar əsasən taxıl bitkilərinin seleksiya işi ilə məşğul olmuşdur? Remeslo, yazlıq buğda. Sonra baxırıq, görürük burada Lukyanenko buğda sortları, Şexurdin, Mamontova. Bunları misal göstərə bilərik ki, 1, 2, 6, 7. Cavabımız olacaq A variantı. Seleksiyaçı müəyyən bir əlamətə görə seçim apararkən aşağıdakı dəyişkənlik formalarından hansı onun işində çətinlik törədə bilər? Bir seleksiyaçının sevmədiyi əlamət nisbətli dəyişkənlikdir ki, o bir əlaməti dəyişmək istəyir, amma onunla yanaşı digər əlamətlər də dəyişilmiş olur. Məsəl üçün, göyərçinin ayağının barmaqları arasında pərdənin olması ayaqlarının tüklü olmasına səbəb olur və s. kimi əlamətlər, yəni bir əlamətlə yanaşı digər əlamətlər meydana çıxmış olur. Ən çox hansı bitkinin seleksiyası zamanı kütləvi seçmə tətbiq edilir? Kütləvi seçmə çarpaz tozlanan bitkilərə tətbiq edilir və kütləvi seçmə öz-özünə tozlananları buradan atırıq ki, bunların hamısı öz-özünə tozlanan bitkilərdir. Amma çovdar iki cinsli olmasına baxmayaraq müxtəlif vaxtlarda yetişdiyinə görə çarpaz yolundan tozlanmış olur. Seleksiya işində hansı bitkilərdə irsi dəyişkənlikdə homoloji sıralar qanunu tətbiqi daha yaxşı nəticələr verər? Yəni biz baxmalıyıq ki, eyni fəsiləyə, eyni cinsə aid olsun. Yəni bu belə bitkilər axtarmalıyıq biz burada. O zaman cavab variantlarına baxırıq ki, A olmaz, çünki paxlallar fəsləsi və xatçəklər fəsləsidir. Çovdar çoğundur, olmaz. Buğda çovdar, bəli, cavabımız taxıllar fəsləsinin nümayəndələri olan buğda və çovdar olacaq. Digərləri isə irsi dəyişkənlikdə homoloji sıralar qanunu tətbiq etmək olmayacaq, çünki onlar bir-birindən uzaqdırlar. Bioloji uzaq hibridləşməyə aid olmayan hibridləşdirmə hansıdır?
Baxırıq, arxar merinos alınır. Buğdaçovdar, tritikali, kələmturp uzaq hibridləşmədir. Yak iri buynuzlu qaramal uzaq hibridləşmədir, amma ərəb minik atı ilə Danimarka ağır yük atının çarpazlaşdırılması uzaq hibridləşməyə aid deyildir. Bitkilərdən hansının seleksiyasını çox vaxt fərdi seçməklə aparırlar. Təbii ki, burada öz-özünə tozlanan bitki axtaracağıq, çünki bitkilərdən hansının seleksiyasını çox vaxt fərdi seçməklə aparırlar. Öz-özünə tozlanan bitkini axtarırıq və burada cavabımız olacaq noxud bitki. Heyvan seleksiyasında yaxın qohum çarpazlaşmadan sonra adətən hansı tətbiq edilə bilər? Təbii ki, əgər heyvan seleksiyasında yaxın qohum çarpazlaşdırması aparılırsa, burada saf xətlər alınır və bu saf xətlər arasında çarpazlaşdırılma aparıldıqda heterosis effekti əldə edilə bilər. Alınması üçün baxırıq cavabımızda alınmış müxtəlif xətlərin hibridləşdirilməsi dediyimiz kimi yaxın qohum çarpazlaşması nəticəsində saf xətlər alınmışdı və bu saf xətlər arasında da çarpazlaşdırılma apararaq, yəni hibridlərin alınmasında istifadə edirlər və heterosis effekti ortaya çıxmış olur. Bitki seleksiyasında saf xətt yaradılması nəyə səbəb olur? Təbii ki, homozigotluğun sayının artmasına səbəb olacaq. Yəni əslində niyyət də budur ki, bitki seleksiyasında xoşa gələn əlamət, lazımlı əlamət etməməsi üçün saf xətt yaradırlar. Bu da homozigotların sayının çoxalmasına səbəb olur. Hansında resessiv zərərli mutasiyaların toplanması ehtimalı azdır. Yəni biz buradan fərdi, yəni öz-özünə tozlanan bitkiləri axtarıb tapırıq ki, bu da cavabımız B variantı olur. Vətəni Aralıq dənizi mərkəzi olan bitki hansıdır? Aralıq dənizi dedikdə kələmdir, turpdur, noxud bitkisidir, soğandır, zeytun kimi bitkilər axtarıb tapırıq. Həmçinin çuğundur. Heyvandarlıqda əlamətlərin möhkəmləndirilməsi məqsədi ilə aparılan yaxın qohum çarpazlaşdırılması adlanır. Inbreeding, içəri, breeding, becərmə deməkdir. Kartofun mənşə mərkəzi Cənubi Amerikadır. Hibridləşdirmədə irsi qan uyğunluqları ilk dəfə olaraq müəyyən etmiş alimlər. Hibridləşdirmədə irsi qanun uyğunluqları ilk dəfə Mendel və Morgan tərəfindən müəyyən olunmuşdur. Məməlilərin seleksiyasında müvəffəqiyyət əldə edən alimlər hansılardır? Bilirik ki, Remoslonu atarıq, yazlıq buğda ən azından oradan atarıq. Kirpiçnikov, Ropşakarp balıq cinsləri idi, məməli deyil idi. Remoslonu yenə atarıq. Lucis butarin arxar merinos, Ivanov isə ağ step donuzu, Ascania rambulesi qoyun cinsi. Gördüyünüz kimi hamısı məməlilər seleksiyasına aiddirlər. Gülçiçəklərin seleksiyası üzrə uğurlar qazanmış alim Miçurindir. Mürəkkəb çiçəklərin seleksiyası üzrə uğurlar qazanmış alim mürəkkəb çiçəklərə günəbaxana aiddir. Günəbaxanın yağlılığını artıran pustavoiddir. Ev heyvanlarında zərərli əlamətlərin üzə çıxması ehtimalı artır. Təbii ki, əgər zərərli əlamətlərin üzə çıxma ehtimalı artırsa, burada homozigotluq artar deməkdir. Yəni 37-də olacaq B variantı ki, kiçik A şəklində artıq üzə çıxma ehtimalı artmış olur. Sağ xətlər arasında hibridləşmə aparan zaman hansı dəyişkənlik meydana çıxar? Sağ xətlər arasında çarpazlaşdırma aparıldıqda kombinativ dəyişkənlik meydana çıxmış olacaq. Uzaq hibridləşməyə aid olmayan hibridləşmə hansılardır? Buğda-çovdar uzaq hibridləşmədir. At, eşşək, qatır alınır. Buğda-çovdardan tritikali alınır. Sarı belflerlə kitaykanı saxlayırıq. Bir güvənli dəvə, iki güvənli dəvə uzaq hibridləşmə, arxar merinos uzaq hibridləşmə, sarı belflerlə kitayka isə uzaq hibridləşməyə aid deyildir. Seleksiya nöqtəvi nəzərindən yaxın qohum çarpazlaşmanın müsbət cəhətidir. Yaxın qohum çarpazlaşmanın müsbət cəhəti ondan ibarətdir ki, təsərrüfat əhəmiyyətli əlamətləri möhkəmləndirmək üçündür. Bayaqdan da səsləndirdiyimiz kimi, qohum çarpazlaşdırılması o zaman aparılır ki, təsərrüfatda əhəmiyyətlidir, insan üçün əhəmiyyətli əlamətdir. Bunun yox olmasına, başqa genotipin qarışmasına istəmir seleksiyaçı. O zaman yaxın qohum çarpazlaşması aparır. Əgər bitki sortu poliploidə çevrilərsə nə kimi dəyişkənlik baş verər? Bu zaman onun döllü olacaq və nəsil verəcək.
Baxırıq ki, cavablarımız nəyə uyğun gəlir. Əgər bitki sortu poliploidə çevrilərsə nə kimi dəyişkənliklər baş verər? Meyvə və toxumların kütləsi azalar, aidiyyatı yoxdur. Sonra homozigotların sayı artar, yanlışdır. Dölsüz və az məhsuldar fətlərin sayı artar fikri səhvdir. Məhsuldarlıq artar fikri isə tamamilə doğrudur. Heyvanlarda uzaq hibridləşmə nəticəsində hibridlərin həyat qabiliyyəti aşağı düşür fikri səhvdir. Hibridlərdə homozigotluq yüksəlir, səhvdir. Homozigotluq saf xətlərdə, yaxın qohum çarpazlaşmalarında yüksəlir. Hibridlərdə uzaq hibridləşmə zamanı heterozis effekti müşahidə olunur. Yəni cavab variantımız C variantı olacaq. 43-cü sual. 12-14 xromosomlu bitkilərdən alınmış və dövsüzlüyü Karpachenko metodu ilə aradan götürülən hibridin mərkəzi hüceyrə və yumurta hüceyrədən xromosomların sayı nə qədər olar? Düşünək ki, 12 xromosomlu və 14 xromosomlu bitkilər çarpazlaşdırılır. Bunlar 2 xromosom dəstinə malikdir. Bunun haploid xromosom dəstləri 6 və 7-yə bərabərdir. Və bu zaman bunların mayalanması nəticəsində 13 xromosomlu bir hibrid əmələ gəlir. Hələ buna Karpachenko metodu tətbiq edilməmişdir. Karpachenko metodu tətbiq edildikdən sonra 4n bərabər olur 26-ya. Təbii ki, bunun mərkəzi hüceyrəsi 26-dır. Bəli, amma onun yumurta hüceyrəsi özünün yarısına bərabərdir, yəni 13-ə bərabərdir. Cavab variantımız 43-də D variantı olacaq. 16-20 xromosomlu diploid bitkilərdən alınmış. Yazıram 16 xromosomlu və 20 xromosomlu 2 xromosom dəstinə malik olan bitkilər. Bunlardan qamet alırsan 8, buradan qamet alırsan 10. Bunların mayalanması nəticəsində 18 xromosomlu 2 xromosom dəstinə malik olan və poliploidiya tətbiq edilməyən hibrid alınır. Sonra buna Karpachenko metodu ilə tətbiq etdikdə 4n, yəni 36-ya bərabər olmuş olacaq. Həmin hibridin mərkəzi hüceyrəsi elə özünün xromosom nəsli nədirsə ona bərabər olacaq. Yumurta hüceyrə isə özünün yarısına, yəni 36-nın yarısı 18-ə bərabər olacaq. Cavab variantımız 44-də C olacaq. Seleksiya yolu ilə alınmış bitkinin kök, yarpaq, kəsə yarpağı, spermi, endosperm hüceyrələrinin xromosom yığımlarının cəmi 30n olarsa, onda bu bitki. Əgər biz bu bitkini diploid bitki kimi təsəvvür etsək, diploid bitkinin kökü də 2n olur, yarpağı da 2n olur, kəsə yarpağı da 2n olur, spermisi n olur, endospermi 3n olur. Gəl hesablayaq. 3 dənə 2n'imiz var. 6n, n və 3n birlikdə 4n, 6n üstünə 4n gələndə olur 10n. Yəni diploid bitkidə bu sadalananların xromosom dəstlərinin cəmi 10n'dir. Bəs 30n olduqda bu bitkinin xromosom dəsti nəyə bərabər olmuş olacaq? Olacaq heksaploid. Yəni cavabımız olacaq Y variantı. Seleksiya yolu ilə alınmış bitkinin kök, gövdə, ləçək, yumurta və endosperm hüceyrələrinin xromosom yığımlarının cəmi 20n olarsa, indi biz baxırıq. Diploid olarsa, bayaq dedikləri kimi kök, gövdə, ləçək 2n xromosom dəstidir. Yumurta n-dir, endosperm 3n-dir. Bunların cəmi 10n-dir. Bəs 20n olarsa, bitki nə qədər xromosom dəstinə malik imiş? Baxırıq ki, tetraploid imiş, yəni ki, A variantı. Seleksiyaçılar buğda bitkisinə fərdi seçmə metodunu tətbiq edir. Çünki buğda öz-özünə tozlanan bitkidir. Biz bilirik ki, fərdi seçmə öz-özünə tozlanan bitkilərə tətbiq edilir. Kütləvi seçmə isə çarpaz yolla tozlanan bitkilərə tətbiq edilir. Seleksiyaçılar çovda bitkisinə kütləvi seçmə metodunu tətbiq edir. Çünki çovdar bilirik ki, ikinci cinsli olmasına baxmayaraq, müxtəlif vaxtlarda yetişdiyinə görə dişicik və erkəkciyi o çarpaz yolla tozlanır. Çovda çarpaz tozlanan bitkidir cavabını qeyd edirik. Təbiətdə hansının növlərinə rast gəlinər? Biz bilirik ki, arxar merinos da merinos cinsdir. Arxar isə təbiətdə təbii halda yayılmış növlərə aiddir. Digərlərinin hamısı arxar merinos, bestir, qatır uzaq hibridləşmə nəticəsində alınmış cinslərdir. Təbiətdə hansının növlərinə rast gəlinər? Yenə də biz cinsləri atırıq.
qaytaxtdır, besterdir, qatırdır, arxar-merinosdur. Bunlar seleksiya nəticəsində alınmış cinslərdir. Amma qaban donuzun yabanı formasıdır. Meşələrdə rast gəlinən meşə donuzu, qaban bildiyimiz kimi təbiətdə yaranan və yaşayan növdür. Təbiətdə hansının növlərinə rast gəlinməz? Rast gəlinməz deyirsə, cavabımız qatır olacaq. Niyə qatır? Çünki qatır seleksiya işi nəticəsində atla eşəyin çarpazlaşdırılmasından alınmış hibriddir. Təbiətdə hansının növlərinə rast gəlinməz? Baxırıq ki, burada baxın, vəhşi boz qaz təbiətdə rast gəlinən növdür. Yaşılbaş ördəkdə, göy balinədə, çöl göyərçində. Amma Berkshire Askania donuzu növdaxili çarpazlaşma nəticəsində əmələ gəlmiş qohum olmayan cinslərə aiddir. Qohum olmayan çarpazlaşdırmalara aiddir. İnsan tərəfindən alınmış 2 balıq cinsi. İnsan tərəfindən alınıb deyirsə, mən təbiətdə olanları götürməyəcəm və seleksiya nəticəsində alınmış bester və ropşa-karp balıq cinslərini götürəcəm. Bester cökə və ağ balığın, yəni bölgə balığının çarpazlaşdırılmasından, ropşa-karp balığı da ki, Kirpiçnikov tərəfindən yaradılmışdır. Çiçək düsturu fəslənin tipik çiçək düsturundan fərqlənən və meyvəsi dən meyvə olan yüksək məhsuldar bitki söhbət qarğıdalıdan gedir. Çünki taxıllar fəsləsinin çiçək düsturu C4, E3, D1 olduğu halda qarğıdalının süpürgə çiçək qrupu C4, E3, D0'dır. Amma qıça çiçək qrupu isə C4, E0 və D1 şəklindədir. Təbii ki, qarğıdalı bitki sortunun seleksiyası ilə məşğul olan Xaçinov olmuşdur. Süpürgə və mürəkkəb qıça çiçək qrupuna malik bir evli bitkinin yüksək məhsuldar sortlarını hansı alim yetişdirmişdir? Yenə də Xaçinovu qeyd edəcəyik. Sxemi tamamlayın. Buğda sortu, qarğıdalı sortu, günəbaxan sortu. Günəbaxan sortu Pstavoiddur. Qarğıdalı sortu Xaçinovdur. Lukyanenko isə buğda sortu olduğuna görə cavab variantımız A-dır. Sxemi tamamlayın. Askania rambulesi, ropşa-karp cinsi, polploid tut ipək qurdusu. Tut ipək qurdu Astaurovdur. Bu variantları seçə bilərik. Ropşa-karp Kirpiçnikovdur və Askania rambulesi isə İvanova aid olduğuna görə cavabımız B variantıdır. Eyler Venn diaqramını tamamlayın. Fərdi seçmə, kütləvi seçmə. Tozcuq dənəsi və rüşeym kisəsi əsasən eyni vaxtda əmələ gələn bitkilərə tətbiq olunur. Yəni öz-özünə tozlanan bitkilərə. Tozcuq dənəsi, rüşeym kisəsi müxtəlif vaxtda əmələ gələn bitkilərdə tətbiq olunur. Yəni kütləvi seçmə. Süni seçmənin formasıdır hər iki. Arzu olunan əlamətləri möhkəmləndirir, fərdi seçmə. Saf xətlər alınır deyirsə, burada fərdi seçmədir. Resessiv mutasiyaların üzə çıxma ehtimalını artırır deyirsə, resessiv mutasiyaların üzə çıxma ehtimalını artıran da elə fərdi seçmədir. Yəni cavabımız 1, 4, 5, 6, Y-imizə 3, Z-imizə 2, yəni cavabımız 49-da D variantıdır. Cədvəldə verilənlərə əsasən doğru olanları seçin. Kələm turp 4-in gördüyümüz kimi poliploidiya tətbiq edilibdir, edilməyibdir, edilməyibdir, tətbiq edilibdir. Doğru olanları seçin deyirsə, X hibridləşmə zamanı alınan bitkinin endosperm xromosom dəxli 9N olmuşdur. İndi baxaq. X hibridində hibrid bitki 4N-dir. Onun endospermi özü və özünün yarısının cəmi olacaq. Yəni 6N olacaq. Bu fikrimiz səhvdir. X-dən alınan hibrid dölsüzdür. Təbii ki, döllüdür. Bu fikir səhvdir. Çünki artıq poliploidiya tətbiq edilibdir gördüyümüz kimi. Z növdaxili hibridləşməyə aiddir. Z-ə baxırıq. Növdaxili deyil bu, uzaq hibridləşməyə aiddir. K hibridləşmə zamanı tritikale sortu alınır. K-ya baxırıq, buğda ayrı qotu. Tritikale isə buğda çovdar birləşməsindən yəni yaranmış sortdur. Y ağ balıq cökə uzaq hibridləşməyə aid olub. Bu hibridləşmədən bester cinsi alınmışdır. Fikri tamamilə doğrudur. Heterozis effekti müşahidə olunmur. Heterozis effekti öz-özünə tozlanan arpada müşahidə edilməz.
Süni seçmə nədir? Süni seçmə seleksiyanın metodlarıdır. Hansı ki, hibridləşdirmə, süni seçmə, yəni ən məşhur metodlarından biridir. Besler hansı balıq növlərinin hibrididir? Ağ balıq, yəni bölgə və cökə balıqlarının 3, 4. Yəni cavabımız A variantıdır. Cədvələ əsasən eyni genotipdə olanları müəyyən edin. Berry Royal armud sortunun zox hüceyrəsinin genotipi A verilibdir. Ustiria cır armud, bu bilirik ki, Berry Royal armud sortunun zox hüceyrəsinin genotipi. Berry Royal erkəyi idi, bilirik ki, Ustiria cır armudunun kök hüceyrəsinin genotipi. Ustiria cır armudu hibridləşdirmədə istifadə olunan ana bitki idi, yadımızdadırsa. Və AB-dən alınan hibridin toxum qabığının genotipi və Berry Royal armud sortunun toxum qabığının genotipi. Təbii ki, burada cədvələ əsasən eyni genotipdə olanları müəyyən edin. Fikir verdiyimiz kimi Berry Royal armudunun zox hüceyrəsindən Berry Royal armudunun toxum qabığının genotipini göstərir bizə. Toxum qabığı sırf olaraq ananın, yəni ki, valideynin xüsusiyyətlərini daşıyır. Məxsus olduğu bitkinin xüsusiyyətlərini daşıyır. Berry Royalın əgər zox hüceyrəsinin genotipi nədirsə, Berry Royal armud sortunun toxum qabığının genotipi də elə o olmuş olacaq. Çünki toxum qabığı birbaşa yumurtacığın divarından yaranmış olur. Yəni burada cavabımız B variantıdır. Buğda dəninin formasında baş verən dəyişkənlik çəltikdə gözlənilə bilərmi? Öncə fikir veririk ki, buğda və çəltik taxıllar fəsləsinə aid olduğuna görə Vavilovun homoloji sıralar qanununda da deyildiyi kimi onlar qohum olduqlarına görə, eyni fəsləyə aid olduğuna görə gözlənilir. Və cavab variantımızı axtarırıq ki, 64-də genetik cəhətdən yaxın olduqları üçün çəltik, yəni düyü dəninin formasında dəyişkənlik gözlənilir. Heyvan seleksiyasında uzaq hibridləşmənin məqsədi nədən ibarətdir? Təbii ki, biz bilirik ki, daha dözümlü, məhsuldar heyvanlar almaqdan ibarətdir, heterozis effektinə malik olan. Heyvan seleksiyasında uzaq hibridləşmənin məqsədi heterozis effektinə malik olan cinsarası və növarası hibridlərin alınmasıdır. Bayaq da dediyimiz kimi Bestir, Arxar Merinos və s. kimi cinslərin alınmasıdır. Bitkilərdən ən çox hansının seleksiyası zamanı kütləvi seçmə tətbiq edilir? Kütləvi seçmə deyilirsə, çarpaz tozlanan bitki axtarırıq. Qarğıdaldan başqa gördüyünüz bütün variantlardakı bitkilər öz-özünə tozlanandır. Amma qarğıdal bir evlidir, bir cinslidir. O küləklə tozlanır. Ona görə də kütləvi seçmə tətbiq edilir. Bitkilərdən ən çox hansının seleksiyası zamanı fərdi seçmə tətbiq edilir? Fərdi seçmə təbii ki, öz-özünə tozlanan bitkilərə tətbiq edilir. Arpadan başqa digər bitkilərin hamısı öz-özünə yox, çarpaz yolla tozlanan bitkilərdir. Burada bir dənə qarğıdalı bir evli bir cinslidir, qovaq, bir də çovdar bir evli iki cinsli olmasına baxmayaraq, çovdarın özü də çarpaz yolla tozlanır. Söyüdlə qovaq isə iki evlidir və bir cinslidir və çarpaz yolla tozlanma gedir. Uzaq hibridləşmə üçün səciyyəvi olan hansı xüsusiyyət adətən bitki və heyvanlar üçün ümumi hesab olunmur? Təbii ki, baxırıq, heterozis effektinin meydana çıxması hər ikisi üçün ortaqdır. Əsasən dölsüz formaların alınması, biz bilirik ki, bitkilərdə tətbiq etmək olur poliplodiyanı. Amma heyvanlara poliplodiyanı tətbiq etmək çətin olur. Əsasən dölsüz formaların alınması. Bir bitkilərdə də, heyvanlarda da uzaq hibridləşmə zamanı dölsüz alınır. Sadəcə bitkilərdə poliploidlik tətbiq edilir. Bu da oxşardır. Dölsüzlüyün aradan qaldırılması üçün xromosom sayının bir neçə dəfə artırılması bu yalnız bitkilər üzərində aparılır. Bircə dənə Astaurov tütüpək qurdunun poliploid formasını yaradıb. Digərlərinə tətbiq edilmir. Amma bitkilərin əksəriyyətinə poliploidlik tətbiq edilməklə xromosom sayının bir neçə dəfə artması nəticəsində döllü olması təmin edilir. Mədəni bitki sortlarında süni tozlandırılma aparılarsa nə baş verə bilər? Təbii ki, məhsuldarlıq artar, daha çox məhsul verər. Əgər yeni bitki sortları və heyvan cinsləri yalnız uzaq hibridləşmə yolu ilə alınarsa, onda nə baş verər? Onların hamısı poliploid formaya çevrilir. Bu səhvdir, çünki heyvanlarda dedik ki, poliploidliyə bir dənə Astaurovun tütüpək qurdunda rast gəlinir.
Homoziqotların sayı artır, səhvdir. Heteroziqotların sayı kəskin azalması artar, məhsuldar və döllü formaların sayı artar. Döllü sözü səhvdir. Dölsüz formaların sayı artar, düzdür. Bunu da bitkilərdə qarşısına poliploidliyin tətbiq edilməsi ilə qarşısı alına bilər. İkiqat mayalanma prosesində bilavasitə iştirak edən diploid bitkilərdən birinin spermisinin autosom xromosom sayının cəmi 10-dur. Deməli, nə edirik? Bitkiləri qeyd edirik. İkiqat mayalama prosesindən bilavasitə iştirak edən birinci bitki, bu da olsun ikinci bitki. Deməli, iştirak edən diploid bitkilərdən birinin spermlərin, özü bitkilər diploid bitkilərdir. Spermlərinin autosom xromosom sayının cəmi, əgər autosom xromosom sayının cəmi 10-dursa, N-in qarşısındakı haploid, yəni biri gəlirik üstünə, cinsiyyət xromosomunu və birinci bitkinin 11 dənə deməli xromosomu var, haploid sayı. Digər bitkinin mərkəzi hüceyrəsinin xromosom sayı 14-dür. Deməli ki, elə bunun mərkəzi hüceyrəsi özünün xromosom dəstinə bərabər olduğuna görə, ikinci bitkinin mərkəzi hüceyrəsinin xromosom dəsti ilə 2N olduğuna görə 2N-imiz 14-dür. Və bunun da qameti neçə olacaq? 7-yə bərabər olacaq. Sonra baxırıq ki, 14-dür. Döllü nəsil almaq üçün bu bitkilər Karpetchenko metodunun tətbiq edilməsinə ehtiyac varmı? Əlbəttə ki, var. Baxırıq ki, ayrı-ayrı bitkilərdir. Birinin qameti 11-dir, birinin qameti 7-dir. Var. Çünki bu bitkilərin gen sahələri bir-birinə uyğun gəlmir olacaq. Bu səhvdir. Yoxdur, səhvdir. Var. Çünki mayalama nəticəsində alınan hibriddə xromosomların homoloji cütləri yaranmadığı üçün konjugasiya baş verməz fikri doğrudur. Buna görə də bura poliploidlik tətbiq etmək lazımdır ki, hər bir xromosom ikiqat sayı çoxalsın və öz homoloji cütünü tapa bilsin. Növbəti sualımıza baxırıq ki, ikiqat mayalanma prosesində bilavasitə iştirak edən diploid bitkilərdən birinin spermatozoidin xromosom saylarının cəmi 14-dür. İki dənə bitkidir, birinci və ikinci bitki. Spermlərinin deyirsə, özü də diploid bitkidən söhbət gedirsə, spermlər 2 dənə olduğuna görə 2N-nin cəmi bərabərdir 14-ə. Digər bitkinin mərkəzi hüceyrəsinin autosom xromosom sayı 10-dur. Zaten mərkəzi hüceyrənin diploid bitkinin öz xromosom sayına bərabər olduğunu bilirik. Ancaq bizə autosom xromosom sayını veribdir. Yəni, N-in qarşısındakı ədədi çıxıb veribdir. Biz N-in qarşısındakı 2-ni onun üstünə gəlməklə taparıq ki, onun 2N xromosom dəsti 12-yə bərabərdir. Elə buradan görürük ki, bunlar ayrı-ayrı bitkilərdir. Buna Karpetchenko metodunu tətbiq etmək mütləq vacibdir. Ehtiyac varmı? Var. Çünki mayalamada iştirak edən spermlərin və yumurta hüceyrənin xromosom sayı eynidir. Fikri səhvdir. Yoxdur, səhvdir. Var. Çünki mayalanma nəticəsində əmələ gələn hibriddə meyoz prosesi pozulacaq. Cavabımız buradan elə C variantıdır. 73-cü suala baxırıq. 73-cü sual. 2N xromosom dəstli 73. 2N xromosom dəstli dişi bitkinin, baxın, qeyd edirəm, dişi bitki, 2N xromosom dəstli dişi bitkinin, 4N xromosom dəstli erkək bitkinin tozcuğu ilə tozlandırılması nəticəsində alınan növlərarası hibriddə Karpetchenko metodunu tətbiq etdikdən sonra onun endosperm hüceyrəsinin mitozun anafaza mərhələsində xromosom dəsti neçədir? Deməli, biz endospermi tapacağıq. Hələ bir Karpetchenko tətbiq edəcəyik. Ondan sonra da bir anafaza mərhələsinə baxacağıq. O zaman diqqətimiz yönəlir. Biz bilirik ki, endosperm nədən alınır? Mərkəzi hüceyrə ilə sperminin birləşməsindən endosperm alınır. Mərkəzi hüceyrə dişiyə məxsusdur, spermi erkəyə məxsusdur. Mərkəzi hüceyrə ana bitkinin xromosom dəstinə bərabərdir. Spermi isə atanın xromosom dəstinin yarısına bərabərdir. Deməli, bu bitkidə endosperm 4-ə bərabər olacaq. İndi bu Karpetchenko tətbiq edilməmişdir. Biz buna Karpetchenko tətbiq etdikdə bu 8-ə bərabər olacaq. Bu, yazıram bura, Karpetchenko tətbiq edildi. Karpetchenko tətbiq edildikdən sonra endosperm hüceyrəsinin mitozun anafaza mərhələsinə xromosom dəsti neçədir? Bilirik ki, anafaza mərhələsində xromosom sayı daha da 2 qat olur, yəni 16N-ə bərabər olmuş olacaq. Cavabımız D variantıdır. 74-cü suala baxırıq.
4N xromosom dəsli dişi bitkinin, dişimiz 4N'dir, qeyd edirik. 2N xromosom dəsli erkək bitkinin, yazırıq erkək bitkimiz 2N'dir. Tozlaması nəticəsində alınan növlərarası hibridə Karpochenko metodunu tətbiq etdikdən sonra onun endosperm hüceyrəsinin mitozunun anafaza mərhələsində xromosom dəsli neçədir? Demək ki, biz əvvəlcə diqqətimizi endospermə toplayırıq. Endosperm mərkəzi hüceyrə pilosperminin birləşməsindən yaranır. Bunu xatırlayırıq. Mərkəzi hüceyrə ana bitkinin xromosom dəstinə bərabərdir. Sperm ata bitkinin xromosom dəstinin yarısına bərabərdir. Demək ki, mərkəzi hüceyrəmiz 4N'dir, spermimiz N'dir. Bunların birləşməsindən 5N xromosom dəsli endosperm alınacaq. Amma 5N xromosom dəsli endosperm Karpochenko tətbiq edilməmiş halıdır. Buna bir Karpochenkonu tətbiq etdikdə 10N olacaq, çünki 2 qat artırırıq. Hələ bir sonra da mitozun anafaza mərhələsində xromosom dəsli neçədir dedikdə, bura bir anafaza qeyd edirəm və anafaza mərhələsində olan xromosom sayından 2 qat artmış olur. Çünki xromosomların tərkibindəki xromatidlər qütblərə doğru çəkildiyinə görə avtomatik xromosom sayı 2 qat artırmış olur. Əlimizdəki xromosom sayı 10 olduğuna görə 20 N-ə bərabər olmuş olacaq. Cavabımız C-dir. 75-ci sualda bizə deyilir ki, başlanğıc saf xətlərdə və onların heterozis effektinə malik hibridlərində habelə hibridlərin ardıcıl olaraq bir neçə nəslində məhsuldarlığının dəyişməsini hansı qrafikdə göstərmək olar? Yadınızda saxlayın ki, düzdür, saf xətlərdə məhsuldarlıq olduğu kimi qalır. Çünki saf xətlər odur ki, homozigotluq artır, öz-özünə tozlanan bitkilərdə və yaxın qohum çarpazlaşması olan heyvanlarda tətbiq edilir. Amma sonra bu saf xətlər arasında növ daxilində, növlər arasında, cinslər arasında çarpazlaşdırma aparanda heterozis effekti meydana çıxır və məhsuldarlıq yüksələ-yüksələ gedir. Amma bir neçə nəsildən sonra artıq bu heterozis effektivliyi özünü saxlaya bilmir. Nəsillər boyu effektivliyini itirə-itirə gedir. Dediyimiz əlamətlər D variantına uyğundur. Gördüyünüz kimi, yəni saf xətt sıfırdan başlaya bilməz. Sonra saf xəttlər arasında çarpazlaşdırma aparıldı. Heterozis effekti yüksəldi birinci nəsildə. Sonra ikinci, üçüncü nəsil, dördüncü nəsil alındıqca effekt də yavaş-yavaş azalmağa başladı. 76-cı suala baxırıq. Somatik hüceyrəsində 40 xromosomu olan 76. Somatik hüceyrəsində 40 xromosomu olan tetraploid bitki ilə qametlərində 15 xromosomu olan və dölsüzlüyü Karpochenko metodu ilə aradan qaldırılan diploid bitkinin çarpazlaşmasından alınan, deməli, N-i 15-dir. Bunun 2N-i isə 30-dur bildiyimiz kimi. Karpochenko tətbiq edilən Karpochenko metodu ilə aradan qaldırılan deyir. O zaman Karpochenko tətbiq etdikdə 4N 60-a bərabər olmuş olacaq. Bu iki bitkinin çarpazlaşdırılmasından alınan növ arası hibridin somatik hüceyrəsində minimum neçə xromosom olmalıdır? Baxırıq, onun qameti birincinin qameti 20-dir, ikinci bitkinin qameti isə 30-dur. Bu iki bitkinin çarpazlaşmasından xromosom dəsti 50 olan minimum bitki alınır ki, cavabımız olacaq D variantı. Hansı canlının nüvəsində homoloji xromosom cütünə rast gəlinməz? Təbii ki, uzaq hibridləşmə nəticəsində alınan bestirə. Digərləri arxar. Fikir verirsiniz, uzaq hibridləşmədə arxar merinosdur, təkcə arxar verilib. Yak iri buynuzlu qaramalıdır, təkcə yak verilib. Bölgə ilə cökədir, təkcə bölgəni verib. Bir güvənli dəvə ilə güvənli dəvədir, amma bir güvənli dəvəni təkcə veribdir. Cədvəldə 4 müxtəlif hibridləşmə zamanı alınan hibridlərin xromosom dəstləri göstərilmişdir. Hibridləşmədə iştirak edən bütün bitkilərin xromosom dəstlərinin diploid olduğunu qəbul etsək, alınan hibridlərin hansılar döllü olacaq? Kələm turp dölsüz olacaq, çünki Karpochenko tətbiq edilməyib. Döllü olacaq, dölsüz olacaq, döllü olacaq. Bizdən də döllü olacaq istəyirsə, cavabımız 2 və 4 olar. Cədvəldə verilən heyvan cinslərini alan alimlərin adları düzgün verildiyi sıranı seçin. Rovşakarp, Kirpiçnikov. Doğrudur. Çoxillik buğda və ayrıqotu sitsin olmalıydı. Bu səhvdir. Askania rambuliyesi, İvanov doğrudur. Arxar merinos isə Losis və Butarindir.
və düzgün verildiyi sıranı deyirsə, cavabımız 1-3-dür. Cədvəldə 4 müxtəlif hibridləşmələr zamanı alınan hibridlərin xromosom dəstləri verilmişdir. Hibridləşmədə iştirak edən bütün bitkilərin xromosom dəstlərinin diploid olduğunu qəbul etsək, alınan hibridlərin hansılarında meyoz prosesi pozular? Meyoz prosesi poliploid tətbiq edilməyənlərdə pozulduğuna görə onlar da qamet əmələ gəlmə prosesi də pozulur. Amma poliploidlik tətbiq etdikdən sonra normal meyoz prosesi getdiyinə görə döllü olur nəsilləri. Meyoz prosesi pozulanlar poliploid tətbiq edilməyənlərdir, yəni KN-də qalanlardır. Digərlərində isə pozulmayacaq. Cavabımız olacaq 1-3 pozulanı soruşduğuna görə. Cədvəldə 4 müxtəlif hibridləşmə zamanı alınan hibridlərin xromosom dəstləri göstərilmişdir. Hibridləşmədə iştirak edən bütün bitkilərin xromosom dəstlərinin diploid olduğunu qəbul etsək, alınan hibridlərin hansılarında konjugasiya prosesi getməz. Getməyənlər poliploid tətbiq edilməyənlər olacaq. Yəni 1-ci və 3-cü. Amma poliploid tətbiq olunanlar isə bunlardır. Bunlarda konjugasiya prosesi normal gedər. Cavabımız 1-3 olar. Yaranması antropogen amil ilə bağlı olan bitkiləri seçin. Yəni ki, insan ona təsir göstəribdir və süni seçmə nəticəsində yaranmışdır. Qış beresi doğrudur. Tritikale, bəli doğrudur. Axşanı da seleksiya nəticəsində alınıbdır. Yəni cavabımız 1, 4, 6 olacaq ki, digərləri təbiətdə təbii formada yaranmışdır. Hansı ifadə doğrudur? Kütləvi seçmə. Yalnız heyvandarlıqda saf xətt alınması üçün istifadə olunur. Bu fikir yalnız bitkilər üçün olmalı idi. Nəslin genotipi nəzərə alınmır olmalı idi. Heterozigot genotipli fərdlər alınır fikri doğrudur. Saf xəttlər alınmır fikri də doğrudur. Doğru cavabları istədiyinə görə 3-4 olacaq. Doğru olanları seçin. Fərdi seçmə öz-özünə tozlanan bitkilərə tətbiq olunur. 1 doğrudur. Saf xəttlər alınır, doğrudur. Çarpaz tozlanan bitkilərə tətbiq olunur kütləvi seçmə. Heterozigot genotipli bitkilərin sayı artır. Bu da kütləvi seçməyə aiddir. Bizdən doğru olanları seçin deyirsə, cavabımız 1-2-dir. 85. Heterozis effekti. Yalnız növlər arası çarpazlaşdırmada meydana çıxır. Növlər arası, növ daxili və cinslər arasında meydana çıxmış olur, səhvdir. Saf xəttlər arası çarpazlaşdırmada meydana çıxır fikri doğrudur. Heyvanların dölsüz nəslində müşahidə oluna bilər. Heterozis effekti heyvanların dölsüz nəslində müşahidə oluna bilər deyəndə ki, yəni elə hər dölsüz nəsildə heterozis effekti mi müşahidə olunur ki, təbiətdə də olur ki, dölsüz nəsillər meydana gəlir. Bu fikir yanlışdır. Növdaxili çarpazlaşdırmada müşahidə oluna bilər. Doğrudur. Müşahidə olunan bitkilər mühit amillərinə qarşı dözümsüz yox, dözümlü olur olmalı idi. Yalnız bitkilərdə müşahidə olunur fikri yanlışdır. Deməli, düzgün cavablarımız 2-4-dür. Seleksiyaçılar tərəfindən yetişdirilən hansı canlılarda qametlərin saflığı fərziyyəsi pozulmamışdır? Qametlərin saflığı fərziyyəsi pozulmaması üçün qametimiz 4 N-ə malik olmamalıdır və yaxud da ki 6 N-ə malik olmamalıdır ki, pozulmasın. Astaurovun yetişdirdiyi tut ipək qurdu cinsində poliploid tətbiq edildiyinə görə pozulacaq. Miçurinin yetişdirdiyi Belfry Kitayka alma sortunda pozulmayacaq. Kalmık Jersey qaramab cinsində pozulmayacaq. Döllü tritikalidirsə, deməli poliploid deyə tətbiq edilibdir. Berkshire Askania donuz cinsində pozulmayacaq. Abdullayev tərəfindən yetişdirilən tut ipək qurdu poliploid olduğuna görə burada qametlərin saflığı fərziyyəsi pozulmuş olacaq. Niyə? Biz bilirik ki, qametlərin saflığı fərziyyəsi odur ki, genlərdən biri bir qametə düşmüş olur. Məsələn, böyüyə, kiçiyə da böyüyə bir qametə düşür, kiçiyə bir qametə düşür. Bu 2N xromosom dəstində belədir. Amma biz bunu 4 dənə qaldıranda 2 dənə böyüyə, 2 dənə kiçiyə olduğuna görə normalda 2 dənə böyüyə bir qametə düşdüyünə görə saflıq pozulur. Yəni bizim saflıq fərziyyəsi pozulmamışdır deyirsə, bizim cavab variantımız 2, 3 və 5 olacaq. Növbəti sualımıza baxırıq. 87. Sxema əsasən doğru müddəaları seçin. Miçurinin qış beresi sortu. Əvvəla onu deyək ki, qış beresi Bera Royal'la Ussuriya armudunun birləşməsindən yaranmışdır. Və yazıram bura. Deməli, Royal plus Ussuriyadan yaranmışdır. Royal sortuydu və Ussuriya növü idi. Royal erkək idi, Ussuriya isə dişi idi.
cırıydı Ussuri armudu. X plus yazıbdır. X-ə deməli plus yazıb qeyd eləyək. Y-ə minus yazıbdır. T-yə plus yazıbdır. Yox, Z-ə plus yazıbdır və T-yə də plus yazıbdır. İndi görə fikirlər üst-üstə düşəcəkmi? Qış beresi sortunu alarkən erkək bitki kimi bere royal sortundan istifadə olunmuşdur. Plus yazırıq. Plusla üst-üstə düşdüyünə görə bir doğrudur. Qış beresi sortunu alarkən dişi bitki kimi yabanı Ussuri armudundan istifadə olunmuşdur. Sortunu alarkən bu fikir doğrudur. Mənfi ilə müsbət bir araya gəldiyinə görə bu fikir səhvdir. Z cənub sortunu şimal növünün tozcuğu ilə tozlandırmışdır. Baxın, Ussuriya şimal sortudur. Və şimal sortunun cənub sortunun tozcuğu. Bu fikir səhvdir. Müsbətlə mənfi bir yerdə olduğuna görə deməli bunu da götürmürük. Şimal növünü, cənub sortunu tozcuğu ilə tozlanıb. Bu fikir doğrudur. Doğru ilə üst-üstə düşdüyünə görə deməli 87-də 1-4 cavablarımız düzgün olacaq. İndi baxırıq. X-ə müsbət yazıbdır, Y-ə mənfi yazıbdır, Z-ə müsbət yazıbdır, T-yə müsbət yazıbdır. Belfler Kitayka sortunu alarkən birincisi baxaq ki, Kitayka sarı Belfler anaydı, Kitayka isə ataydı. Kitayka şimalıydı, şimal. Belfler isə anaydı, daha doğrusu cənubuydu, cənub. Belfler Kitayka da hər ikisi də nə idilər? Sortuydular. Belfler Kitayka sortunu alarkən erkək bitki kimi Belfler sortundan istifadə edilmişdir. Bu fikir səhvdir. Müsbət mənfi bir yerdə olduğuna görə bu səhvdir. Mənfi Belfler Kitayka sortunu alarkən dişi bitki kimi Kitayka sortundan istifadə edilmiş. Bu fikir səhvdir. Mənfi ilə üst-üstə düşdüyünə görə içini götürürəm. Kitaykanın meyvələri iri və şirin idi. Kitaykanınki cırıydı, turşuydu, xırdaydı, amma soğuğa davamlıydı. Bu fikir səhv olduğuna görə bu getdi. T Kitaykanın meyvələri kiçik və turş idi. Fikri doğrudur. Doğru ilə üst-üstə düşdüyünə görə cavabımız 2-4 olacaq. Sxemdə boşxanaya yazmaq olmaz. Uzaq hibridləşmə nəticəsində alınmışdır. Arxarmeninos tritikale kimi canlıları qeyd etməliyik. Qaytağı yazmaq olar. Berkşir Askaniyanı yazmaq olmaz. Qatırı yazmaq olar. Kalmık cerseyi yazmaq olmaz. Bester yazmaq olar. Askaniya rambulesini yazmaq olmaz. Cavabımız 2, 4 və 6 olar. Yazmaq olmaz. Deməli, nədir bu? Berkşir Askaniya, Kalmık cersey qaramal, Berkşir Askaniya donuz, Askaniya rambulesi qoyun. Bu növ daxili çarpazlaşmaya aiddir. Özü də qohum olmayan çarpazlaşmadır. Sxemdəki boşxanayı yazmaq olmaz. Qaytaq tur kələm hibridi uzaq hibridləşmə nəticəsində alınmışları yazmalıyıq, amma olmaz deyir. Bunu yazmaq tritikalleni olar, qatırı olar, arxarmerinosu olar. Amma növdaxili çarpazlaşma nəticəsində əmələ gəlmiş 3-4-5-i yazmaq olmaz. Berkşir Askaniya, deməli donuz, Kalmık cersey, qaramal, Askaniya rambulesi, qoyun cinslərini yazmaq olmaz. Çünki yenə də növdaxili çarpazlaşmaya aiddir o deyirik. Şəkildə verilən hibrid bitki haqqında nələr söyləmək olar? Yəni turp və kələm haqqında. Turp plus kələm hibridi haqqında nəyi söyləmək olar? Bunların 2-ni 18 idi, 4-ün isə 36-ya bərabər idi. Eyni fəsiləyə aid olan bitkilərin hibridləşməsindən alınır. Fikri doğrudur. Müxtəlif fəsiləyə aid olan bitkilərin hibridləşməsindən alınır. İkisi də xaççiçəklər fəsiləsinin nümayəndəsidir. Dövsüzlüyü Karpachenko tərəfindən aradan qaldırılıbdır. Fikri doğrudur. Hibridə əmələ gətirən bitkilərin diploid xromosom sayı eynidir. Bəli, ikisində də 2-nin 18-dir. Müxtəlif mənşə mərkəzi Həbəşistandır. Müxtəliflik mənşə mərkəzi Xeyr, Aralıq dənizidir. Turpda, kələmdə. Bu səhvdir. Qohum çarpazlaşdırılma nəticəsində əmələ gəlir fikri yanlışdır. Qohum olmayandır. Doğru cavablarımız olacaq 1, 3 və 4. Növbəti məsələlərə baxırıq. Məsələlərdə deyir ki, 92-ci sualda bizə bir bitkinin 9 xromosomlu yumurta hüceyrəsinin, yazıram yumurta hüceyrəsi 9 xromosomludur. Digər bitkinin 8 xromosomlu spermisi ilə, üstünə gəlirəm, spermisi 8 xromosomludur. Mayalanmasından alınmış. Alırıq zigot və zigotumuz nə olacaq? 9, 8, 17. Bura Karpachenko tətbiq edilməmişdir. Karpachenko metodu ilə aradan qaldırılmış hibridin Karpachenkonu tətbiq etdikdə, bura yazıram Karpachenko, bu olacaq xromosom dəsti 34.
hibridin somatik hüceyrəsinin nüvəsinə xromosomların minimum sayı bərabər olar 34-ə. Növbəti sualımıza baxaq. 93. Diploid xromosom dəsti 2n bərabərdir 14 və 42 olan, yəni 2n bərabərdir 42 olan bitkilərdən alınmış və dölsüzlük Karpachenko metodu ilə aradan götürülən növ arası hibridin somatik hüceyrəsinin nüvəsində xromosomların minimum sayı nə qədər olar? İndi baxıram ki, n-imiz 14-dürsə, bundan qamet alırıq. N-imiz bərabərdir 7, n-imiz bərabərdir 21. Bunların çarpazlaşdırılmasından əmələ gələn ziqot olacaq 28. Burada Karpachenko tətbiq edilməmişdir. Altda Karpachenkonu tətbiq etdikdə 2 dəfə çoxaldaraq bu 2n bərabər idi 28. Karpachenko tətbiq etdikdə isə 4n-imiz bərabərdir 56 olar. Yəni cavabımız olacaq 56. Burada olmuşdu 34, burada olacaq 56. Sonra 94-cü suala baxırıq. 12 xromosomlu yumurta hüceyrənin filospermi yazıram. Alınır ziqot. Yumurta hüceyrəmiz 12 xromosomludur. 14 xromosomlu sperm ilə mayalanmasından alınan olacaq ziqotumuz. Deməli, haploid xromosom dəstləri 12 və 14 olan yumurta hüceyrə və sperm mayalanması nəticəsində 2n-imiz bərabər olacaq 26-ya. Karpachenko tətbiq edildikdən sonra, yazıram Karpachenko tətbiq edildikdən sonra 4n-imiz bərabər olacaq 52-yə. Bizə də Karpachenko metodu ilə aradan götürülən növlərarası hibridin somatik hüceyrəsinin nüvəsində neçə xromosom olacaqdır fikri soruşulur. Cavabımız 52 olar. Karpachenko metodu ilə dölsüzlüyü aradan götürülən kələm və turp hibridinin endosperm hüceyrəsində xromosomların minimum sayı nə qədər olar? Karpachenko metodu ilə dölsüzlüyü aradan götürülən kələm və turp hibridinin endosperm hüceyrəsi özü və özünün yarısının cəminə bərabərdir. Yəni, kələm və turp hibridinin Karpachenko metodu ilə götürüldükdə 36-dırsa, endosperm özü və özünün yarısının cəminə, yəni 36 plus 18 bərabər olacaq 54-ə. Karpachenko metodu ilə dölsüzlüyü aradan götürülməyən kələm və turp hibridinin endosperm hüceyrəsində xromosomların sayı nə qədər olar? Baxın, burada götürüldükdən sonra 54 olmuş idisə, götürülməmiş bundan 2 dəfə az olacaq, yəni 27 olacaq. İkincisi də ki, belə tapa bilərik ki, 96-da Karpachenko tətbiq edilmədikdə xromosom dəsti normalda 2n bərabərdir 18 olur. Endosperm isə 3n olur. 18-in üstünə 9 gələndə 27 olur. 97-ci suala baxırıq. Dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılan növlər arası hibridin tetraploid xromosom sayı 44-dür. Yazıram 4n bərabərdir 44. Burada Karpachenko tətbiq edilmişdir. Bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom sayı 24-dür. Yəni 2n-imiz bərabərdir 24-ə. Növlər arası hibridi əmələ gətirən öz-özünə tozlanan ikinci orqanizmin endosperm hüceyrəsində xromosom sayını müəyyən edir. Biz ikinci orqanizmi necə taparıq? 44-dən 24 çıxarsınız, taparsınız ki, 2n-imiz növbəti 20-yə bərabərdir. Və hibridi əmələ gətirən öz-özünə tozlanan ikinci orqanizm endosperm hüceyrəsi dedikdə 3n-imizi istəyir bizdən və ana bitkinin özü və özünün yarısının cəminə bərabər olacaq. Yəni cavabımız 20 üstə gəl 10, 30-a bərabər olmuş olacaq. Cavabımız burada 30-dur. 98-ci suala baxırıq. Sual. Dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılan növlərarası hibridin tetraploid, bir dənə bunun qalınlığını artıraq. 98-ci sual. Dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılan növlərarası hibridin tetraploid xromosom sayı 44-dür. Yəni 4n-imiz bərabərdir 44-ə. Bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom dəsti bərabərdir 24-ə. Növlərarası hibridi əmələ gətirən ikinci orqanizmimiz 44-dən 24 çıxmaqla tapırıq ki, 2n-imiz bərabərdir 20 imiş.
və ikinci orqanizmin yetişmiş yumurta hüceyrəsinin xromosom sayını müəyyən edin deyirsə, deməli yumurta hüceyrə ana bitkinin yarısına bərabərdir. Bu da yumurta hüceyrənin xromosom dəsti ona bərabər olmuş olacaq. Növbəti dəfə 99-cu suala baxırıq. 99-cu sual. Dövsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılan növlərarası hibridin tetraploid xromosom sayı 44-dür. 4 enimiz bərabərdir 44-ə. Bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom sayı 24-dür. Növlərarası hibridi əmələ gətirən öz-özünə tozlanan ikinci orqanizmində deməli xromosom dəsti 20-yə bərabər olmuş olacaq. Orqanizmin bölünən endosperm. Birincisi endosperm 3 yenə bərabər olacaq, o da olacaq. Ana bitkinin özü və özünün yarısının cəmi 30-a. Və anafaza mərhələsinin sonu deyirsə, anafazada xromosomun içərisində xromatidlər qütblərə ayrıldığına görə xromosom sayı 2 qat artır. Yəni cavabımız 99-da 60-a bərabər olmuş olacaq. Növbəti sualımıza baxırıq. 100-cü sual. Karpachenko metodu ilə aradan qaldırılan növlərarası hibridin tetraploid xromosom sayı 44-dür. 4 enimiz bərabərdir 44-ə. Bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom dəsti 24-dür. Deməli ki, digəri 2 en bərabərdir 20-dir. Növlərarası hibridi əmələ gətirən ikinci orqanizmin tozcuğunda olan spermlərdəki xromosom sayının cəmini müəyyən edin deyir. Bunun spermi sayı n bərabərdir 10-dursa, spermlərinin sayı da 2 dənə spermisi olduğuna görə ümumilikdə elə %20-yə bərabər olmuş olacaq. 101-ci suala baxırıq. Dövsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılan növlərarası hibridin tetraploid xromosom sayı 4n bərabərdir 44-ə. 2n bərabərdir 24-dürsə, deməli bunun digər 2n bərabərdir 20-yə. Bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom sayı 24 olarsa, ikinci orqanizmin spermisində neçə xromosom olduğunu müəyyən edin. Yəni bizdən bir spermin istədiyinə görə ana bitkinin yarısına, yəni ona bərabər olmuş olacaq. 102-də bizə nə deyir? Deyir ki, 102-ci sualda 102. X plus Y cəmini müəyyən edin. Heyvanlar: Orlov Löhrəm atı 2, Qarabağ atı 1, Vladimir atı 5, Ərəb atı 3. Cins sayı X, insan tərəfindən alınan cins sayı isə Y-lə işarə edilmişdir. Biz buradan fikir veririk ki, insan tərəfindən alınan cins sayı Orlov Löhrəm atı 1, Qarabağ atı 1, Vladimir atı 1, Ərəb atı 1. Yəni cəmisi 4 dənə insan tərəfindən alınmış cins müxtəlifliyi var. Sadəcə Orlov Löhrəm at cinsindən 2 dənə fərd verilibdir. Qarabağ atı cinsindən 1 fərd verilibdir. Vladimir atı cinsindən 5 fərd, Ərəb atı cinsindən 3 fərd verilibdir. Sadəcə bizdən fərd soruşulmur. Sadəcə insan tərəfindən alınan cins müxtəlifliyin sayı soruşulur ki, burada 4 cürə müxtəliflikdə cins sayı var. Və X-da sadəcə cins sayı, yəni taksonomik vahid olaraq cins, növdən sonra gələn cins neçə dənədir? Biz də bilirik ki, burada at cinsi, bir at cinsindən seleksiyaçılar müxtəlif cür seleksiyaya aid olan at cinsləri insan tərəfindən yaradılmışdır. Yəni burada bir dənə at cinsi istifadə olunmuşdur. Və X plus Y-in cəmi bərabərdir 5-ə. 103-cü suala baxırıq. Diploid xromosom dəsti 40 olan bitkinin yumurta hüceyrəsi diploid xromosom dəsti 24 olan bitkinin tozcuğu ilə tozlandırılmışdır. Deməli, bu ana bitkidir. Ata bitkimiz isə diploid xromosom dəsti 24 olan bitkidir. Bunları çarpazlaşdırdıqda yumurta hüceyrəmiz plus spermimiz və bizdən nə istəyir? Öncə baxaq. Əmələ gələn hibridin dövsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılmazsa toxumun endospermində cəmi neçə xromosom olar? Xromosomu istədiyinə, endospermin xromosom dəstini istədiyinə görə mərkəzi hüceyrə plus spermi və endospermi buradan tapmış olacaq. Necə tapırıq?
Bizdən Karpeçenkonu tətbiq etmə deyir. İstəmir Karpeçenko. Mərkəzi hüceyrə ana bitkinin xromosom dəstinə bərabərdir, yəni 40. Sperm isə ata bitkinin yarısına bərabərdir, yəni bərabərdir 12-yə. Endosperm buradan alınacaq, xromosom sayı 52 və Karpeçenkonu tətbiq etmə dediyinə görə olacaq elə cavabımız 52. Karpechenko üsulu ilə alınan kələm və turp hibridinin neçə autosom xromosomu var? Biz bilirik ki, Karpechenko tətbiq etdikdə 4N-imiz 36-ya bərabər olacaq. Yaxşı, həmişə biz autosom xromosom sayını tapdıqda N-in qarşısındakı ədəd onun cinsiyyət xromosomunu bildirir və yerdə qalan ədəd isə, yəni xromosom sayı isə onun autosom sayını bildirmiş olur. Yəni cavabımız olacaq 32 autosom xromosom sayı. Keçirik 105-ci suala baxmağa. Birinci diploid yazırıq bura 105. Birinci diploid bitkinin endosperm hüceyrəsində deməli diploid bitkidir. Amma endosperm hüceyrəsində deyir ki 66 dənə xromosom var. İkinci olan bu birinci bitkidir. Bu ikinci bitkidir. Diploid bitki isə kök hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda 64 xromosom sayılmışdır. Biz bilirik ki, bitki diploiddir və anafaza mərhələsinin sonudursa, bunun xromosom sayı 2 qat çoxalmış və 4N-i bərabər olmuşdur 64-ə. Bu bitkilərin çarpazlaşdırılmasından alınan və dölsüzlük Karpechenko metodu ilə aradan qaldırılan hibridin somatik hüceyrəsindən neçə xromosom saymaq olar? Və biz belə edək. Hər birinin qametini tapaq, sonra alaq zigotu Karpechenko metodunu tətbiq edək və hibridin somatik hüceyrəsinin xromosom sayını alaq. N-imiz bərabər olacaq 66-nı 3-ə böldükdə bunun xromosom sayı 22-dir. Bunun xromosom sayı isə N-imiz 16-ya bərabərdir. Və birləşdirək. Normal halda alaq zigotumuzun, ziqotun xromosom sayı 2N bərabərdir, olacaq 38-ə. Və sonra buna Karpechenkonu tətbiq edək. Karpechenkonu tətbiq etdikdə 4N bərabərdir, 76 olacaq. Və həmin bitkinin somatik hüceyrəsini neçə xromosom saymaq olar istəyirsə, cavabımız 76-ya bərabər olacaq. 106-ya baxaq. Dölsüzlük Karpechenko metodu ilə aradan qaldırılan növlərarası hibridin xromosom sayı 28-dir. Yəni 4N bərabərdir 28-dir. Özüdür, demək ki, burada Karpechenkonu tətbiq edibdir. Bu növlərarası hibridi əmələ gətirən bitkilərdən birinin diploid xromosom dəsti 14-dür. Deməli, digəri də 2N bərabərdir 14-ə bərabər olmuş olacaq. Bu növlərarası hibridi əmələ gətirən ikinci bitkinin mayalanmadan bilavasitə əvvəl rişeym kisəsində olan hüceyrələrin xromosom dəstlərinin cəmini tapın. Spermlər kisəyə daxil olmayıbdır. Spermlər kisəyə daxil olmayıbsa, burada cəmi 8N sayda hüceyrə var, xromosom sayına malik. Və 2N14 olan bitkinin haploid xromosom dəsti 7-yə bərabərdir. Və 8-i 7-yə vurduqda olacaq 56-ya. Və demək ki, 106-da cavabımız 56-dır. Və 107-ci suala baxırıq. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Sarı belfler bilirik ki, şirin dada malik idi. Kitayka turş dada malik idi. Kitayka ata idi. Sarı belfler ana idi. Sarı belfler cənub sortuydu. Kitayka isə mal sortuydu. Miçurin tərəfindən seleksiyada ana bitki kimi istifadə edilmişdir. Ana deyirsə, biz sarı belfleri götürərik. Belfler Kitayka alma sortunun alınmasında istifadə olunmuşdur. Hər ikisi də. Cənub sortudur. Sarı belfler. Miçurin tərəfindən mentor üsulunda istifadə edilmişdir. Hər ikisi də. Sərt iqlimdə yaşaya bilir meyvələr turşdur. Kitayka. Miçurin tərəfindən seleksiyada ata bitki kimi istifadə edilmişdir. Kitayka. 1-ə 1, 3, 2-ə 2, 4, 3-ə isə 5, 6 gedər. 108. Uyğunluğu müəyyən edin. Baxırıq ki, çiçək qruplarının birində çiçək dusturu C4, E3, D0-dır. Bu süpürgəyə aiddir
və digərində isə C4E0D1 bu qıçaya aiddir. Məhsuldarlıq artmışdır. Təbii ki, söhbət qarğıdalı bitkisindən gedir və 1-ə A gedəcək Xaçinov. Gülçiçəklər fəsləsinin bitkilərinin seleksiyasında uzaq hibridləşmədən istifadə etmişdir. Gülçiçəklər fəsləsi deyən kimi meyvə bitkilər Miçurun ağla gəlir. Boru şəkilli çiçəklərinin çiçək düsturu K0, L5, Y5, D1, yəni döllüdür. Çiçəkləri meyvə verir, çünki erkəkciyi, dişiciyi var. Dilcik şəkilli çiçəklərinin çiçək düsturu K0, L5, Y0, D0-dır. Yəni yalançı çiçəklərdir dilcik şəkilli çiçəkləri. Sadəcə həşəratları cəlb etmək və tozlanma prosesini təmin etmək üçündür. Olan bitkidə toxumun yağlılığını artırmışdır. Söhbət pistavoiddan gedir. Bu zaman cavablarımız 1A, 2B və 3C olacaq. Uyğunluğu müəyyən edin. Kalmık Jersey qaramal cinsi çoxillik buğda sortu besdir. Növ daxili çarpazlaşma nəticəsində alınıbdır Kalmık Jersey qaramal cinsi. Uzaq hibridləşmə nəticəsində alınmayıbdır. Təbii ki, bu da Kalmık Jersey qaramal cinsidir, çünki növ daxili çarpazlaşma nəticəsində alınıbdır. Bəli, buğda ilə ayrıqotunun uzaq hibridləşməsi nəticəsində çoxillik buğda alınmışdır. Uzaq hibridləşmə nəticəsində alınan heyvan cinsidir besdir. Besdir çünki bölgə və yəni ağ balıqla cökənin çarpazlaşdırılmasından yaranmışdır. Öz-özünə tozlanma nəticəsində yaranıbdır heç biri. Cavabımız 1A, B, 2C, 3 isə D'dir.